Salam əziz izləyicilər. Çoxdandır YouTube üçün video çəkmirdim. Əlimdə belə yeni bir TV box var. Belə bir qablaşdırmada, belə bir pultu var. Və keçirik TV boxa. T96 Max W2 kimi adlandırılıb. W2 yəni ki prosesoru bizə göstərməyə çalışır. Deyir ki, məndə S95W2 AMOLED var. 2 GB, 16 GB yaddaşım var. Adaptör girişi, LAN girişi, HDMI, 2 ədəd USB kart girişi mövcuddur. Burada da görüntü paneli var, saatı göstərir, Wi-Fi-yə qoşulduğunu göstərir. Belə TV boxlarda ümumiyyətlə markirovka, yəni adlandırmaya fikir vermək o qədər də önəmli deyil. Əsas TV box istehsalçıları olan şirkətlərdən və Google lisanslı cihazlardan başqa belə TV boxlarda əsas sistem məlumatlarıdır. Adlandırma önəmli deyil. İndi biz həmin sistem məlumatlarına da sizinlə bir yerdə baxmağa çalışarıq. Belə bir dediyim kimi məlumat lövhəsi burada göstərir. İndi biz görürük ki HK1 seriyası kimi göstərir. Belə bir but animasiyada açılır. Ana ekrana gəlsin və biz məlumatlarına baxmağa çalışaq. Görürsünüz ki, belə bir launcheri var, hansı ki bu heç xoşuma gəlmir, çünki burada heç bir dəyişiklik eləmək olmur. TV box'un dili hansı dildə qalsa, burada yenə ingiliscə qalır. Sadəcə və sadəcə biz burada plus işarəsi ilə bura proqramlardan əlavə eləyə bilirik. Amma qalan olduğu kimi qalır. Ona görə də ilk növbədə nə etmək lazımdır? Launcheri dəyişdirmək lazımdır və istifadə etmək lazımdır. İndi ilkin olaraq gəlin AIDA64 proqramı ilə baxaq. Görək bizə nə göstərir. Sistem məlumatlarında istehsalçı AMOLED kimi göstərir. HK1 Airbox W2 model. Əsas onu bildik ki, AMOLED bu TV box'da var. Və buradan 2 GB RAM onu görürük. 2 GB RAM və 11 GB boş qalmış 9 GB sistem yazılandan sonra boş qalmış 9 GB var. Mərkəzi prosesora baxaq. 4 nüvəli Cortex A35 1800 MHz normaldır. Video prosesorda Mali G31, yenilənmə tezliyi də 60 GHz. Android versiyasına baxaq. Android 11 təmiz, heç bir fake, yalan yoxdur. Temperaturuna baxaq, 56 dərəcə, normaldır, yay vaxtıdır. Kodeklərdə bu prosesor AV1 kodekini təbii ki dəstəkləyir və biz onu burada görə bilirik. Bəli, görə bildik. Məlumatlar normal, doğrudur. Hər şey qaydasındadır. Cihazın öz ayarlarından da baxaq. Görürsünüz ki 5G Wi-Fi-yə qoşulub. O deməkdir ki 5G-ni dəstəkləyir.
Digər məlumatları da digər TV-Boxlarda olduğu kimidir. Yəni hər dəfə təkrar baxmasaq da olar. Görürsünüz ki, HK1 adlandırılıb, Android 11. Android versiyalarının üzərinə bir neçə dəfə OK knopkası ilə klikləyirik və əgər Android göstərildiyi kimi orijinaldırsa, məsələn Android 11-də belə bir loqo var, Android 12-də, 13, 14-də müxtəlifdir. Özünə uyğun loqo əgər burada çıxırsa, deməli həqiqətən Android 11-dir və yaxud 13-dür, 14-dür, 9-dur. Amma bura belə vurduqda heç bir şey çıxmırsa, deməli orada göstərilən Android orada yoxdur. Belə məlumat. Bluetooth təbii ki var. 5G Wi-Fi dedim, dəstəkləyir. Müxtəlif dilləri dəstəkləyir. Burada da 2.16 yaddaş göstərməlidir və göstərir təbii ki. Başqa nə məlumat verə bilərəm sizə? Ümumi proqramların açılmağına baxa bilərik. Burada görürsünüz ki, Google Play, Android TV yox. Digər telefonlarda olan Android versiyaların Play Store-udur. Sonra məsələn belə YouTube-un açılmağına baxaq. Amlogic W2 normal prosesordur. Mən deyərdim ki, elə minimal bu prosesorda TV-Box almaq lazımdır. Bundan aşağılar artıq məncə zəif qalır. Buradan arxa fondakı şəkilləri dəyişə bilərsiniz. Amma ki, mən ümumiyyətlə dediyim kimi bu launcheri dəyişməyin tərəfdarıyam. Ümumiyyətlə hətta yazılımı dəyişdirməyin tərəfdarıyam. Təmiz Android TV yazmaq və istifadə eləmək daha uyğundur. Belə, yenə də deyirəm ki, ilk növbədə Google lisanslı TV-Boxları almaq. Google lisanslı. Həm yenilənməsi onlayn olaraq gəlir, həm rəsmi Google'un təqdim elədiyi o platformaları dəstəkləyir, yüksək keyfiyyət, görüntü keyfiyyətində və təbii ki, keyfiyyəti yuxarı olur, qızma problemi olmur. Çox üstünlükləri var. Əgər yoxdursa, ona imkan düzdür indiki qiymətlərlə deməli 2026-cı il yaydakı qiymətlərlə bu videonu vaxt çəkirəm, çünki qiymətlərlə Google lisanslı TV-Box almaq artıq kifayət qədər yüksək qiyməti var. Minimum 130-140 manatdan başlayaraq yüksəlir qiymətlər. Ona imkan yoxdursa, Amlogic prosesorlarda almaq məsləhət görürəm. Nə üçün? Çünki yazılımını yeniləmə imkanımız yaranır. TV-Box'un uzun müddət işləmə şansı olur bu prosesorda. Məsələn, belə TV-Box'larda bilirik ki, onlayn yenilənmələr demək olar ki, gəlmir, amma biz Slimbox kimi və yaxud digər proşifka o yazılımlarla biz TV-Box'larımızı istədiyimiz vaxtda yeniləyə bilirik. Deyək ki, bir müddət işlətdik, sistem yükləndi, cache fayllar, digər lazımsız məlumatlar, TV-Box'umuzun sürəti azaldı, yaxşı işləmədi, ya donmalar oldu. Onun yazılımını
dəyişdiririk və yenidən uzun müddət istifadə edirik. Daha nə məlumat verə bilərəm sizə? Məncə bu videodan hələ ki bu qədər. Videomuz çox uzun olmasın. Qısa, mənalı video olsun. Əgər bu Tvbox'u əldə eləmək istəyən varsa, o da yaza bilər mənə. İstəsə belə bir zavod yazılımında, hansı ki məsləhət görmürəm, istəsə Slimbox yazılımı yazıb qəşəng Android TV verə bilərəm. Bütün lazımlı proqramları da yaza bilərəm. Nə istəyirsə, onları da quraşdırıb verə bilərəm. Siz mənim kanalıma abunə olun. Artıq 1 ilə yaxınlaşır kanal, amma hələ də 100 abonent yoxdur. 100 abunə yoxdur, üzr istəyirəm. 100 abunə yoxdur. Kim bu videomu baxırsa paylaşsın və zəhmət olmasa abunə olsun, bəyənmə eləsin. Çünki düşünürəm ki, Azərbaycanda və Azərbaycan dilində məlumat verən, geniş, ətraflı, dəqiq, olduğu kimi məlumat verən başqa bir kanal hələ ki yoxdur, varsa da mən bilmirəm. Ona görə kanalıma abunə olun, dəstək olun, videolarımı paylaşın ki, Tvbox almalı insanlar bilsin ki, nəyə almaq lazımdır, nəyə pul vermək lazımdır. Yəni, məlumatlansın, sonra geçsin, buyursun, alsın. Sağ olun, var olun, izlədiniz. Allah razı olsun. Növbəti videoda görüşərik.